Səhifəmizi izləyən hər kəsə salamlar. Bugün şagirdlərlə hazırlığı hansı şəkildə təşkil edirik, bundan danışmaq istəyirəm. Biz əsas şagirdlərin summativ nəticələrinin yüksəlməsi üzərinə çalışırıq. Test, qayda şəklində uşaqlarla işləyirik və neçənci sinifdə olursa olsun, şagird müraciət eləyəndə onun qiymətləndirilməsi aparır və bilik səviyyəsinə uyğun hazırlıq sistemimiz qurulur. Yəni uşağın diaqnostik qiymətləndirilməsinin nəticəsindən biz yola çıxırıq ki, hardan başlayıb haradan davam edəcəyik. Bir də bu nüansı qeyd etmək istəyirəm ki, əgər sizin də övladınızda öyrənmə çətinliyi varsa, öyrənməklə bağlı qorxular varsa, məktəbə çətin gedirsə, dərs adı gələndə ürək bulanma, baş gicəlləmə kimi hallarla üzləşirsinizsə, məktəbdəki müəllimi ilə yola getmirsə, normal şəkildə ünsiyyət qura bilmirsə, belə deyək, məktəbdəki müəllimi sevmirsə və müəllimin sevmədiyi üçün oxumaqdan əl çəkirsə, o şəkildə bizim hazırlıqlarımıza müraciət edib bu problemləri aradan qaldıra bilərsiniz ki, daha sonra övladınız rahat şəkildə məktəbə getsin və dərslərinə yenidən normal şəkildə davam etməyi bacarsın. Biz uşaqlarla özgüvənli olmağı, qorxularının üstəsindən gəlməyi, öhdəsindən gəlməyi öyrədirik. Təbii ki, bunun paralelində də övladınızın summativ nəticələri də yuxarı qalxacaq və dərslərində uğurlu bir yola başlamış olacaq. Növbəti videolarımızda görüşənə qədər hələlik.